Azərbaycandan Ermənistana göndərilən benzinin səsi sorağı hələ də gəlməkdədir. Bu ölkədə hələ də Azərbaycan benzini haqqında danışırlar. O da məlum olub ki, Azərbaycandan benzin almaq Ermənistana kifayət qədər sərfəlidir və görünür, bu deməli ticarəti davam etdirmək istəyirlər. Məlum olub ki, Ermənistan Azərbaycandan ixal edilən benzinin sayəsində ildə təxminən 100 milyon dollar qənaət edə bilər. Bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Xaçatur Sukasyan deyib, son 30 il ərzində Ermənistan daim müxtəlif ölkələrdən neft məhsulları ixal edib. 10 illiklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb, nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, hər il 80-100 milyon dollara qənaət edərdi. Bu məbləğ digər sektorların inkişafı üçün istifadə oluna bilərdi, deyə deputat qeyd edib. Xatırladım ki, dekabrın 19-da Sokar tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib, 22 vaqona yüklənmiş 1220 ton AI-95 markalı avtomobil yanacağı Azərbaycan dəmir yollarının yük qatarı ilə Böyükəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Dekabrın 23-dən etibarən isə Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb. Ren Oil şəbəkəsinin yanacaq doldurma məntəqələrində AI-95 markalı Azərbaycan benzininin 1 litri 430 drama, təxmini 1 manat 93 qəpiyə satılıb. Premium sinif benzininin cari bazar qiymətindən 520 dram, yəni təxmini 2 manat 33 qəpik deməli, aşağı satılıb. Azərbaycan yanacağını alan Mega Trade şirkətinin direktoru Karen Xayryan belə deyib, o bildirib ki, premium sinif benzinin cari bazar qiymətindən 520 dram aşağı satılıb. Ermənistan mediasında o da qeyd olunub ki, Azərbaycandan alınan benzin Rusiyadan ixal edilən yanacaqdan 17% ucuz satılır.